Göz yaşları ilə yaxaları islanan, Allahın qorxusundan küləkdəki ağac kimi titrəyən o igidləri nə tez unutdunuz? İmam Əli əleyhissalam qəlbini Kufənin tozlu küçələrinə açır. O Peyğəmbər səhabələrinin heybətini xatırlayır. Onlar gecələri səzdədə qocalır, alınları səzdədən qabar bağlayırdı. Və siz müharibə alovu şölələnəndə doğum sancısı çəkən qadın kimi öz rəhbərinizdən qaçanlarsınız. İmam sizi Əhl-i Beytin ipindən yapışmağa səsləyir. Çünki onlar sizi əsla azğınlığa aparmaz. Onlar otursa, oturun, ayağa qalxsalar, qalxın, deyə hayqırır. Amma siz hikmətdən vəhşi heyvan kimi ürkürsünüz. Səhər düzətdiyi şümşüd çubuğu kimi olan iradəniz, axşam əyilmiş kaman kimi geri dönür. Bu haqqın qarşısında əyilməyən, amma batilin qarşısında sınağa çəkilən ruhların dramıdır.